Salam, hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilər. Hər birinizi Asan Radionun efirindən salamlayıram. Rəqəmsal dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Rəqəmsal dialoq verilişi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi izləmə imkanınız da var Facebook səhifələrimizdən. Daha sonra 012 56 56 100 şəhər nömrəmizə suallarınızı ünvanlaya bilərsiniz. 070 65 56 100 WhatsApp nömrəmizdir və şərh bölümünə də suallarınızı yaza bilərsiniz Asan Radionun və Nazirliyin səhifələrindən. Bugün biz Azərbaycan dəmir yollarının ölkə ərazisindən keçən beynəlxalq dəhlizlərinin inkişafı üçün gördüyü işlər barədə danışacağıq. Studiyamızın qonağı var. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri Emil Məmmədov. Salamlayıram Emil müəllim, xoş gəlmisiniz. Salam, axşamınız xeyir, təşəkkür edirəm. 2024-cü ildə beynəlxalq dəhlizlərin inkişafı üzrə hansı nailiyyətlər əldə olundu? Ölkənin ümumiyyətlə Azərbaycan nəqliyyat sektorunun iqtisadiyyatının belə deyək, diversifikasiya olunması üçün, nəqliyyat sektorunun inkişaf etdirilməsi üçün, neft sektorundan asılılığı azaltmaq üçün Azərbaycanda nəqliyyat sahəsində geniş işlər aparılır, yəni geniş təşəbbüslər üzrə işlər icra olunur və bu sahədə əsas istiqamətlərdən biri Azərbaycan üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı layihələridir. Bura biz Şərq-Qərb layihəsinin dəhlizinin haqqında məlumat verə bilərik və Şimal-Cənub dəhlizi haqqında məlumat verə bilərik. Bu iki dəhlizin inkişafı bugünkü gündə ölkənin həm coğrafi nöqteyi nəzərdən mövqeyi avantajlarından belə deyək, irəli gələn bir amildir. Eyni zamanda vaxtında ölkə rəhbərliyi Azərbaycan dövləti tərəfindən icra olunan təşəbbüslərin nəticəsidir ki, bugün biz qeyd etdiyim dəhlizlərin həm şərq, biz onu şərq-qərb-şərq adlandırırıq, həm şərq-qərb-şərq, eyni zamanda şimal-cənub dəhlizlərinin inkişafını bugün müşahidə etmək olur. Qısa olaraq qeyd etmək istərdim ki, 24-cü ildə, ümumiyyətlə son 2 il ərzində biz mütəmadi olaraq dəhlizlər üzrə daşınan yük həcmlərinin artmasını müşahidə edirik. Bu həm müxtəlif rejimlərdə daşınan yüklərində artımdan danışırıq. Beynəlxalq dəhlizlərdə isə sırf tranzit yüklərinin artmasının bugünkü gündə müşahidə olunur. 23-cü illə 24-cü ilin müqayisəsində də biz bu artımı müşahidə edirik. 7 milyon 300 mindən çox 24-cü ildə tranzit yüklərimiz daşınıb. Bunun da əsas hissəsi qeyd etdiyim şərq-qərb dəhlizinin tərkib hissəsidir. Eyni zamanda da şimal-cənub dəhlizidir. Bu iki dəhliz ölkə üzərindən daşınan yük həcmlərinin belə deyək, əsas hissəsini təmin edir. Aynıdır. Qeyd etdiniz ki, Azərbaycan Dəmir Yolları Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərin inkişafında aparıcı rol oynayır. Bu istiqamətdə hansı işlər görülür? Ümumiyyətlə, coğrafi nöqteyi nəzərindən mövqeyin vurğuladığım kimi, bundan öncə vurğuladığım kimi, biz Azərbaycan olaraq dəhlizlərin belə deyək, tərkib hissəsi olmasına baxmayaraq, dəhlizin inkişafına ən çox töhfə verən ölkələrdən biriyik və bu səmtdə Azərbaycan Dəmir Yolları xüsusi bir rol oynayır. Bunun üçün müxtəlif müstəvilərdə atılan addımları misal gətirmək olar. Misal üçün biz şərq-qərb istiqamətində icra olunan təşəbbüslər Çin mənşəli yüklərin, misal üçün Çin Xalq Respublikasından Azərbaycan üzərindən, bura həm Azərbaycan idxalı daxildir, eyni zamanda Azərbaycan üzərindən daşınan tranzit yüklər daxildir. Bu istiqamətdə atdığımız addımları qeyd etmək olar. Şimal-cənub istiqamətində dövlətlər arası razılaşmalar, sazişlər və sırf yük bazasının formalaşması nöqteyi nəzərindən icra olunan təşəbbüsləri qeyd etsək, biz onu müşahidə edə bilirik ki, Azərbaycan bu dəhlizlərin tərkib hissəsi olaraq daha çox təşəbbüskar rolunda çıxış edir. Misal üçün, mən sizə bir məlumat olaraq bildirim ki, orta dəhlizdə, şərq-qərb dediyimiz dəhliz, orta dəhliz adlandırırıq. Orta dəhlizdə 24-cü ildə Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yollarının iştirakı ilə birgə müəssisə yaradılıb. Bu birgə müəssisə şərqdən qərbə cəlb olunacaq yük bazasının daha düzgün
qiymət siyasəti nöqteyi nəzərindən, şəffaf qiymət siyasətinin yürüdülməyi nöqteyi nəzərindən, daha effektiv əməliyyat nöqteyi nəzərindən ki, işlərin icra olunması nöqteyi nəzərindən imkanlar bizə yaradacaq. Eyni zamanda dəmir yol tərəfindən icra olunan təşəbbüslərin də digər bir birgə müəssisəsini qeyd edə bilərəm. Hansı ki, Bakı-Tbilisi-Kars deməli dəhlizində Azərbaycan Dəmir Yolları tərəfindən aparılan təmir tikinti işlərindən sonra deməli birgə müəssisə, bəli, yük daşıma həcminin artırılması üçün və ümumiyyətlə bu BTK bağlantısını düzgün idarə etmək üçün də birgə müəssisəmizdə, iki tərəfli müəssisəmizdə orada yaradılıb. Yəni bu təşəbbüslərin hamısını Azərbaycan Dəmir Yolları təşəbbüsü ilə belə deyək və dövlətimizin dəstəyi ilə icra olunan bir təşəbbüslərdir. Bir statistika olaraq sizə qeyd etmək istərdim. Misal üçün, şərqdən qərbə yük bazasının formalaşmasında əsas məqamlardan biri vaxtında yüklərin çatdırılmasıdır. Biz bugünkü gündə deməli şərqdən qərbə gətirilən, cəlb olunan blok qatarların Çindən Azərbaycana 11 günədək çatdırılmasını müşahidə edirik ki, bu da öz növbəsində 24-cü ildə bizə blok qatarların sayının artmasına imkan yaratdı. 358 blok qatar Çindən yola salınıb şərq-qərb dəhlizində 2024-cü ildə. Bunun da bir hissəsi Azərbaycanın idxalı olması ilə bərabər Azərbaycan üzərindən digər hissəsi də tranzit yüklər təşkil edir. Vaxtında və çevik çatdırılma bizə ona imkan verdi ki, Azərbaycan sahibkarlarının yük bazasını sırf blok qatar formasında biz orta dəhlizdən 24-cü ildə Azərbaycana gətirib çıxara bilək. Eyni tendensiya da 25-ci ildə müşahidə olunur. Bizim yük bazasını müşahidə etdikdə biz 25-ci illə 24-cü ilə müqayisə etdikdə müvafiq dövr ərzində biz artımı müşahidə edirik yük həcmində. Bir məqamı da vurğulayım, zəhmət olmasa vaxtımız varsa. Şərq-qərb istiqamətində orta dəhlizin inkişafı nöqteyi nəzərindən növbəti uğurlu təşəbbüsümüz Azərbaycan Dəmir Yolu tərəfindən 24-cü ilin sentyabr ayında Avrasiya nəqliyyat marşrutunun inkişafı üçün yaratdığı assosiasiya oldu. Bu nə assosiasiyadır? Burada biz orta dəhlizin cənub qanadı adlandırırıq bu Avrasiya nəqliyyat marşrutunu. Bura Tacikistan, Qırğızistan, Türkmənistan dövlətləri daxildir. Bu dövlətlər üzərindən qərb istiqamətində Xəzər dənizi keçmək şərti ilə yük bazasının formalaşması, eyni zamanda bu dəhliz bizə Pakistan, Afqanistan kimi bazarlardan yük bazasının cəlb olunması, həmçinin qərbdən qeyd etdiyim istiqamətə yük bazasının formalaşması imkanlarını verəcək. Avrasiya nəqliyyat marşrutu üzrə işlər, təsis olunması üzrə işlər aparılır və biz inanırıq ki, Azərbaycan Dəmir Yolu olaraq bu nəqliyyat marşrutunun yaradılması birbaşa orta dəhlizin daha da güclənməsi və inkişafın növbəti mərhələsinə keçməsinə səbəb olacaq. Aydın Demir müəllim, biz mövzuya qayıdacağıq. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radio Nefrindən rəqəmsal dialoq verilişini dinləyirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Proqramımızın qonağı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri Emil Məmmədovdur. Azərbaycan Dəmir Yollarının ölkə ərazisindən keçən beynəlxalq dəhlizlərin inkişafı üçün gördüyü işlər barədə danışırıq. Söhbətimiz qısa fasilədən sonra davam edəcək. Omid mağazalarında möhtəşəm endirimlər. Miyakida usta çantası və alət dəsti indi 79 manat 50 qəpik deyil, 57 manat. Damafon 147 manata deyil, cəmi 119 manata. Omid, xeyirli alışverişlər, telefon 890. Asan Radyo'da reklam. Neotek kabelləri 99,9% saf misdən olduğu üçün yüksək ötürücülük xüsusiyyətinə malikdir. Mis tellərin sayı, diametri, plastik qalınlığı və sıxlığı, polietilen dolğu AZS və Avropa standartlarına uyğun dəyərdədir. Yüksək keyfiyyət, sərfəli qiymət. Neotek, gücümüz, gücünüzdür. 8 mart yaxınlaşır. Görəsən mənə nə alacaq?
hər nə alır alsın, amma ümid edirəm Santortino'dan tort almağı unutmaz. Santortino fərqli, renkli və ləzzətli. 8 Mart Qadınlar Bayramında qadınları sevindirməyi unutmayaq. Əlaqə nömrəsi 051 230 31 32. Sahibkarsınız, o zaman bu təklif sizin üçündür. Sadələşdirilmiş vergi bəyannamənizi ABB Bizdə e-mühasibin xidməti ilə tərtib edin. Ödədiyiniz məbləğin 10%-i kəşbək olaraq geri qayıtsın. ABB Biz, biznesinizə xidmət bizlikdir. Ətraflı Ulduz 3700. ABB, müasir, faydalı, universal. Şəhərin mərkəzində premium layihə Triumph Palace, 28 may metrosunun yanında hazır və prestijli bir bina. Müasir arxitektura, yüksək komfort və fitness zalları ilə kompleks bu ilin sonuna tam hazır vəziyyətdə təhvil veriləcək. Mənzillər və qeyri-yaşayış məhdud saydadır. Telefon 050 200 05 15. O həm təmirdə, həm də alış-verişdə usta olduğuna görə səbəti dolu, qənaəti boldur. Abşeronla alış-veriş səbəti sevinç doludur. Abşeron Ticarət Mərkəzi. Xoşbəxtliyin üçün hər şey. Ünvan Lökbatan Dairəsinin yanı. 20 il sonra unudulmaz Mirkelam. Nəhayət ki, Bakıda. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə sizə dəyərli olan, sevdiyiniz xanımlara unudulmaz akşam hədiyyə edin. Mirkelam, Heydər Əliyev Sarayında. Biletlər iTicket və şəhərin bütün kassalarında. Ev sahibi olmaq üçün ilkin ödənişiniz yoxdursa, ABB-də yeni həll yolu var. Bankımıza aylıq 300 manatdan başlayan əmanət yerləşdirin və ilkin ödəniş məbləğini toplayın. Əmanətli ipoteka krediti ilə 15% ilkin ödənişlə komissiyasız kredit əldə edin. Ətraflı 937. ABB, müasir, faydalı, universal. Xoşbəxtlik Abşerondadır. 8 Mart'a özəl fabrik qiymətləri ilə hədiyyəlik, tekstil, parfümeriya, qab-qacaq, gül-çiçək xanımları sevindirəcək. Abşeron Ticarət Mərkəzi. Xanımlar üçün hər şey. Ünvan Lökbatan Dairəsinin yanı. Bu axşam 4+4-də tiraj var. Azərlotereyanın yenilənmiş 4+4 tirajlı lotereyasında 500 min manatdan çox jackpot şansı səni gözləyir. Bilet əldə etmək üçün azerlotereya.com saytına daxil ol və ya sənə ən yaxın Azərlotereya satış nöqtələrinə gəl. Sevdiyin rəqəmlər həyatını dəyişər. Avantdan Şərifzadədə yeni premium layihə. Müasir memarlıq üslubunda Avant Nova. Yalnız indi cəmi 23.500 manat ilkin ödəniş edərək siz də White Box 2 otaq studiya mənzilə sahib olun. Yaşıllıqlar əhatəsində idman meydançaları, üzgüçülük hovuzu, fitness spa mərkəzi, ipoteka və ya faizsiz hissə ödəmə imkanı ilə mənzil əldə etmək şansını qaçırmayın. Avant Nova yeniliklərlə dolu gələcək. Əlaqə Ulduz 0241. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası təqdim edir. 4-9 Mart tarixlərində Fikrət Əmirov 1-ci Ümumrespublika Musiqi Festivalı. Martın 7-si saat 19-da. Fikrət Əmirov 1001 Gecə Baleti. Ünvan Heydər Əliyev Sarayı. Asan Radyo'da reklam 050 60 06 100. Bir sual, bir cavab. 6 yaşlı uşağın şəkilsiz şəxsiyyət vəsiqəsini yeni nümunəli şəxsiyyət vəsiqəsi ilə əvəz etmək üçün hansı sənədlər lazımdır? Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi xidməti ilə bağlı istənilən Asan Xidmət Mərkəzinə müraciət oluna bilər. Müraciət üçün uşağın şəxsiyyət vəsiqəsi və müraciət edən valideynin və ya qanuni nümayəndənin şəxsiyyət vəsiqəsi tələb olunur. Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı sənəd təqdim olunan zaman şəkil yerində çəkildiyindən azyaşlının iştirakı mütləqdir. Şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə hazırlanırsa 30 manat, 3 iş günü müddətinə hazırlanırsa 25 manat, 10 gün müddətinə hazırlanırsa 5 manat məbləğində dövlət rüsumu ödənilir. 5 yaşından 15 yaşına kimi olan şəxslərə verilən şəxsiyyət vəsiqəsi şəxsin 15 yaşı tamam olana dək etibarlı olur.
Valideyn müraciət edə bilmədiyi halda xüsusi məzmunlu etibarnamə ilə səlahiyyətli nümayəndə sistem müraciət edə bilər. Etibarnamə onlayn qaydada təsdiq edilibsə, onun sürəti təqdim edilir. Yaxud başqa ölkədən əldə edilibsə, etibarnamə müvafiq qaydada rəsmiləşdirilmiş olmalı, notariat qaydasında təsdiq və Azərbaycan dilinə tərcümə edilmiş şəkildə təqdim edilməlidir. Bir sual, bir cavab. Sibris Real Estate təqdim edir. Komplekslərin ərazisində mühafizə sistemi necə təşkil olunur? Ərazidə fasiləsiz fəaliyyət göstərən təhlükəsizlik xidməti və mühafizə həyata keçirilir. Kompleks sakinləri və qonaqların təhlükəsizliyi beləcə yüksək səviyyədə təmin olunur. Sibris Real Estate təqdim etdi. Sponsor məlumatı. Sibrizdə mənzil sahibi olmaq həm asan, həm də sərfəlidir. Hissəli ödəniş fürsəti ilə dəniz sahilində mənzil arzunuz daha əlçatan oldu. Sibrizdə daşınmaz əmlakınızı icarəyə verməklə isə illik 8%-dən başlayan gəlir əldə edəcəksiniz. Siz də bu imkanı dəyərləndirin və elə indi 840-a zəng edin. Asan Radioda ana dili. Ana dili buraxılışında bu dəfə matdım-matdım sözündən danışırıq. Matdım-matdım susmuş, sakit dayanmış halda gözlərini bir nöqtəyə zilləyib təəccüblə baxmaqdır. Orfoqrafiya lüğətində söz matdım kimi tək halda verilmir. Odur ki, ancaq tire ilə yazılan mürəkkəb söz kimi işlənə bilər. Məsələn, yaşlı kənd sakini heç danışmırdı, ancaq matdım-matdım baxırdı. Ana dili buraxılışını orfoqrafiya lüğəti və Azərbaycan dilinin izahlı lüğəti əsasında təqdim etdik. Ana dilimizdə doğru yazaq, səlis danışaq. Asan Radioda ana dili. Diabet xalq arasında şəkər deyirlər. Adı şirin olsa da, dadı çox acıdır. Statistikaya əsasən hər bir şəxs orta hesabla ildə 90 dəfə avtomobilini yanacaqla doldurur, 45 dəfə yuduzdurur, 8 dəfə ustaya aparır. Amma bir dəfə də öz şəkərini yoxlamır. Elə indi ən yaxın klinikaya dön, fərqində ol. Erkən müayinə can qurtarır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Rəqəmsal dialoq. Yeni qoşulan dinləyicilərimizi də salamlayıram. Asan Radio nefrindən rəqəmsal dialoq verilişini eşidirsiniz. Aparıcı mənəm Alidə Mustafayeva. Bugün biz Azərbaycan dəmir yollarının ölkə ərazisindən keçən beynəlxalq dəhlizlərin inkişafı üçün gördüyü işlər barədə danışırıq. Studiyamızın qonağı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri Emil Məmmədovdur. Veriliş Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radionun birgə layihəsidir. Bizi Facebook üzərindən izləmə imkanınız da var. Nazirliyin və radionun Facebook səhifələrində, həmçinin oradan şərh bölümünə suallarınızı yaza bilərsiniz. Daha sonra 02 56 56 100 şəhər nömrəmizə, 070 65 56 100 WhatsApp nömrəmizə də mövzuya dair suallarınızı yönləndirə bilərsiniz. Emil müəllim, orta dəhlizlə yüklərin böyük hissəsi Çindən Avropa istiqamətinə daşınır dediniz. Bu mənada Çinin nəqliyyat və logistika şirkətləri ilə əməkdaşlıq bugün hansı səviyyədədir? Bəli, Çin mənşəli yüklər ümumiyyətlə dünya iqtisadiyyatında da müşahidə etdiyimiz kimi Çin iqtisadiyyatının dünyada rolu böyükdür və müvafiq olaraq Çin mənşəli yüklərin Avropaya ixracı müxtəlif dəhlizlər üzrə daşındığı üçün daşındığını daha doğrusu biz müşahidə edə bilirik. Orta dəhlizdə onun bir tərkib hissəsidir. Orta dəhlizdə Çin mənşəli yüklərin həcmi qeyd etdiyim kimi bundan daha öncə 24-cü ildə də artıb 358 blok qatar cəlb olunub dəhlizə. Bu isə kəskin artım deməkdir. Ümumiyyətlə dəhlizlərin inkişafı bir tərəfli yük daşımalar prizmasından baxılmalı deyil, eyni zamanda da əks dönüş istiqamətində də baxılmalıdır. Mən bir məsələni qeyd etmək istərdim ki, 24-cü ildə Azərbaycanda biz Azərbaycan ixracı olaraq Çin istiqamətində blok qatar yola salınıb. Bu ənənə, ümumiyyətlə bu təşəbbüs öz müsbət nəticəsini verir. Belə ki, iki tərəfli yük
bazası formalaşanda bu ümumi logistikanın həm daha münasib qiymətlərə, tariflərə olmasına gətirib çıxarır. Eyni zamanda da Azərbaycan iqtisadiyyatının növbəti bir inkişaf mərhələsi olaraq ixrac yüklərimizin Çinə aparılmasının dəmir yolu üzərindən olması Azərbaycan dəmir yolu üçün uğurlu bir təşəbbüs hesab olunur. Mən həmçinin Çin ilə, ümumiyyətlə Çin ərazisində olan platformalar ilə, həmçinin Quru liman adlandırdığımız Sian limanı ilə, Lənguan limanı ilə çox tərəfli əməkdaşlıq qurulub bu günə kimi. Mütəmadi görüşlər keçirilir və bu görüşlər zamanı üzləşdiyimiz çətinliklər, dəhliz üzrə olan çağırışları biz necə cavablandıra bilək, hansı hazırlıq işləri icra etməliyik ki, daşımaları vaxtında icra edək. Yəni bu müzakirələrin hamısı bizə dəhlizin real inkişaf ritmini hiss etməyə imkan verir. Çin ümumiyyətlə platformaları ilə və qurumları ilə əməkdaşlığın növbəti bir uğurlu mərhələsi ondan ibarətdir ki, orta dəhlizdə yaradılan birgə müəssisə, hansı ki öncə qeyd etdim, Qazaxıstan, Gürcüstan və Azərbaycan dəmir yollarının birgə yaratdığı birgə müəssisəyə Çin dəmir yollarının törəmə şirkəti, konteyner daşımalar üzrə törəmə şirkəti var. Onlar maraq göstərib ki, bizim birgə müəssisənin üzvü olsunlar. Yəni həm təsisçilərdən biri olsunlar. Hal-hazırda bu istiqamətdə danışıqlar aparılır və hətta bu günlərdə Çin heyəti bizdə Bakıda qonaqdılar və biz bu mövzu ətrafında geniş müzakirə aparmışıq Qazaxıstan, Gürcüstan və Çin həmkarlarımızdan və bu proses baş verdikdən sonra onlar bizim birgə müəssisəyə üzv olduqdan sonra əminəm ki, orta dəhlizdə həm yük bazasının artması, eyni zamanda dəhlizin inkişafının növbəti daha yüksək mərhələyə çatmasına şahid olacaq. Aydındır. Ötən il Bakı-Tbilisi-Qars dəmir yolu xətti modernləşdirilərək istifadəyə verildi yenidən. Bəs bu yük daşımanın artırılması üçün bu istiqamətdə nə işlər görülür? Bəli, bildiyiniz kimi 24-cü ildə Azərbaycan dəmir yolu tərəfindən aparılan təmir tikinti işlərindən sonra Gürcüstan ərazisində aparılan təmir tikinti işlərindən sonra Bakı-Tbilisi-Qars deməli bağlantısının dəmir yolu xəttinin ötürücülük qabiliyyəti 5 milyon tona çatdırılmışdır. Bu istiqamətdə həmçinin xətti idarə edən Gürcüstan və Azərbaycan dəmir yolu ilə deməli tərəfdaşlıq əsasında birgə müəssisə yaradılıb, hansı ki BTK xəttinə yük bazasının cəlb olunmasıdır, vaxtında və düzgün formada çatdırılmasının təşkil olunması kimi işlərə bu birgə müəssisə baxacaq və hal-hazırda biz artıq bu birgə müəssisənin quruculuq mərhələsindən keçirik və 25-ci ildə birgə müəssisənin, yəni bu BTK xəttinin yük bazasının formalaşmasında öz töhfəsini verməsini müşahidə edəcəyik. Aydındır. Bakıda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin tədbirləri keçirildi. Baxın, bu tədbirlərdə hansı məsələlər müzakirə olundu və hansı razılaşmalar əldə olundu? Deməli, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mütəmadi görüşləri keçirilir. Bura həm biz işçi qrupunun görüşlərini daxil edirik və ümumi yığıncaq dediyimiz təsisçi qurumların rəhbərlərinin iclasıdır. Ümumi yığıncaq dediyimiz. Hər iki iclas bu dəfə 3-4 mart zamanında Bakı şəhərində təşkil olundu, keçirildi. Burada biz assosiasiyanın ümumiyyətlə dəhliz üzrə illik fəaliyyət planına baxmışıq. Dəhliz üzrə daşınacaq tariflərin müəyyən olunması işlərinə baxılıb, təsdiqini tapıb, deməli, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Beynəlxalq Assosiasiyanın il ərzində icra edəcəyi marketinq və təşviqat işlərinin proqramı baxılıb, tanış olub, təsdiqini tapıb. Yəni, bu addımlar hamısı assosiasiyanın fəaliyyətini il ərzində təmin etməyə imkan verəcək və orta dəhlizin haqqında məlumatları və orta dəhliz üzərindən xidmətlərin sifarişlərə düzgün formada təqdim olunması imkanlarını verəcək. Aydındır. Bəs ölkə üzrə başqa nə kimi yeniliklər var orta dəhlizlə yük daşımalar sahəsində?
Yeniliklər ümumiyyətlə çoxdur, çünki qeyd etdiyim kimi tranzit daşımalar və ümumiyyətlə ölkə üzərindən keçən nəqliyyat dəhlizlərinin inkişafı mütəmadi olaraq yeni yanaşma, yeni təşəbbüslər tələb edir. Bunun üçün infrastruktur imkanlarının genişlənməsi əlavə edə bilərik. Azərbaycan dəmir yollarının əməliyyat effektivliyinin artırılması nöqteyi nəzərindən Gürcüstan ilə Xəzər dənizi, Qara dənizi limanları arasında vaqon dövriyyəsinin artırılması, iş effektivliyinin artırılması kimi misalları gətirmək olar. Eyni zamanda ölkə ərazisində və ərazimizdə yerləşən limanların, misal üçün Zirə limanını misal gətirə bilərəm. Bu il dedikdə 24-cü ildə Zirə limanına bağlantının, dəmir yolu bağlantısının təmin olunması və liman üzərindən yük bazasının daşınması kimi nailiyyətləri əldə etmişik. Yəni bir limandan asıllığımız deyil, bir liman sayılarını biz artırmaqla və o limanları dəmir yolu bağlantısını təmin etməklə biz ölkə ərazisindən daşınacaq yük bazasının artırmasına nail ola bilirik. Aydındır. Son dövrdə orta dəhliz üzrə əməliyyatların rəqəmsallaşdırılmasının zəruriliyi bildirildi. Bundan bağlı məlumatlar dərc olunurdu. Bu sayədə rəqəmsallaşma nə kimi əməliyyatlara əhatə edir və hansı nəticələr əldə olunub indiyənə qədər? Ümumiyyətlə, dəhliz üzrə daşınan yüklərin vaxtında çatdırılması, öncədən bəlli olan tariflərə uyğun daşınması kimi vacib olan məqamlara bərabər vaciblikdə olan növbəti bir məqam rəqəmsallaşmadır. Yəni biz müasir dünyada yük bazasının, yük sahiblərinin yüküm hardadır, hansı dəhlizin hansı hissəsindədir kimi suallarına üzləşməli deyilik. Bunun üçün də müxtəlif təşəbbüslər icra olunur. Orta dəhliz üzrə track and trace biz ona söyləyirik. Yəni izləyib yüküm hardadır müşahidə etmə imkanları əldə edir bugünkü gündə yük sahibləri. Bunun üçün də deməli onun adını biz rəqəmsallaşmış ticarət dəhlizi adlandırırıq. Beynəlxalq qurum, DTC qurumu tərəfindən belə bir layihə Azərbaycan Dəmir Yolunun dəstəyi ilə deməli layihə icra olunur. Bugünkü gündə yük sahibləri artıq yükünün orta dəhliz üzrə harda olmasını müşahidə edə bilir və mütəmadi olaraq bu haqda məlumatlar əldə edə bilir. Həmçinin Azərbaycan Dəmir Yolları məlumat mübadiləsini təmin edib digər dəhliz iştirakçıları ilə buraya həm Gürcüstan, həm Qazaxıstan aiddir. Harada ki biz məlumatı avtomatik şəkildə mübadilə etdikdə real vaxt deməli rejimində belə deyək, biz məlumatı əldə edə bilirik. Bilirik ki, harda nə baş verir dəhliz üzrə. Həmçinin Azərbaycan Dəmir Yolu Qapalı Səhmdar Cəmiyyətinin daxilində rəqəmsallaşma təşəbbüsləri icra olunur. Misal üçün, bugünkü gündə yük sahiblərinin kağız formada yük daşıma sifarişlərinin verməsi deyil, avtomatlaşdırılmış şəkildə ADS Smart sistemi üzərindən sifarişlərini vermə imkanını edirik. Bu da bundan öncəki dövrlə müqayisə etdikdə 20 dəqiqə ərzində yük sahibi yük daşıma sifarişini yerləşdirə bilir və daha sonra məlumat əldə edə bilir ki, yükü sifarişi qəbul olundu, olunmadı, daşınır və daşınmır kimi təşəbbüsləri görürük. Yəni bu təşəbbüslər hamısı ümumilikdə Azərbaycan Dəmir Yolu tərəfindən qəbul olunmuş 2030-cu ilədək qəbul olunmuş strateji yol xəritəsinin bir tərkib hissəsi olaraq icra olunur və davamlı olacaq. Çünki rəqəmsallaşma söylədiyim kimi yük daşımaya bərabər vaciblikdə olan bir təşəbbüsdür. Aydındır. Şimal-Cənub dəhlizi də Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərdən vacibidir. Bu dəhlizin strateji potensialının reallaşdırılması istiqamətində bəs hansı addımlar atılıb? Ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin daha öncə kifayət qədər məlumat verdik. Şərq-Qərb, Şərq dəhlizi haqqında məlumat verdik. Buna da eyni zamanda bərabər mahiyyət və ölkə üçün vacibliyi olan Şimal-Cənub dəhlizimizdir. Şimal-Cənub dəhlizi Şimali Avropa, Rusiya, cənuba birbaşa Sakit Okeanına dək bağlantını təmin etmə imkanlarını verir. Bunun üçün biz ona ən qısa məsafədir, belə deyək, Azərbaycan üçün quru bağlantı vasitəsilə, yəni burada dəniz
konsepti yoxdur. Bu multimodal prizmadan buna baxmırıq. Birbaşa dəmir yoluna daşımadır. Azərbaycan Astarası və İran Astarasına Azərbaycan Dəmir Yolu tərəfindən qurulmuş və istifadəyə verilmiş terminallar vasitəsilə biz bu yük bazasının ildən ilə artırma imkanına malikik. Yəni İran İslam Respublikası ərazisində yerləşən terminalımızda son tikinti işləri bu il ərzində ilin sonunadək tam bitəcək və ondan sonra terminalın ötürücülük qabiliyyəti 4 milyon tonnadək artırılacaq. Bu bizə şimal-cənub istiqamətində qeyd etdiyim kimi Avropadan və Rusiyadan cənub istiqamətdən yük bazasından cəlb etmə imkanı verəcək. Eyni zamanda bildiyiniz kimi dövlətlər arasında şimal-cənub dəhlizinin İran İslam Respublikası Astaradan da Rəşdədək bağlantını təmin etmək üçün Rusiya və İran İslam Respublikaları ölkələri arasında, dövlətləri arasında müvafiq danışıqlar aparılır, razılaşmalar əldə olunub və bu bağlantıda bizə yük bazasının artırılması imkanını verəcək. Bu istiqamətdə Azərbaycan Dəmir Yolları və Azərbaycan dövləti ümumiyyətlə müvafiq ölkə daxili də hazırlıqların aparır. Belə ki, şimal qapımızdan deməli cənub istiqamətinədək müxtəlif layihələr icra olunur. Yəni bu layihələr bizə Astara-Rəş bağlantısı olandan sonra bu yük bazasını 4-5 milyon ton deyil, 10 milyon, 15 milyon tonadək çatdırılma imkanı verəcək. Bu aydın məsələdir ki, biz uzun müddətli perspektivdən danışırıq. Aydındır. Bəs ən çox yüklərin daşındığı istiqamət hansıdır? Bugünkü gündə ölkə ərazisindən daşınan yük bazası şərq-qərb istiqamətində daşınır. Bu şərq-qərb istiqamətində ümumiyyətlə mən bir əlavəni icazənizlə edim. Biri var, biz Qaradəniz limanları bağlantımız var Gürcüstan üzərindən və bundan öncə vurğuladığımız kimi BTK üzərindən də Türkiyəyə çıxmamız ilk növbədə qardaş ölkə ilə birbaşa bağlantımızın təmin olunması deməkdir. Həmçinin Türkiyə üzərindən Türkiyənin cənubu və Afrikanın şimalı kimi istiqamətlərə yük bazasının formalaşdırma imkanı verir. Buna həm Çin mənşəli yüklərin, ümumiyyətlə Çin ixracatçılarının bu istiqamətə də marağı çoxdur. Çünki yalnız Qaradəniz deyil, Aralıq dənizində də maraq var BTK üzərindən. Həmçinin də Türkiyənin özünün idxalı prizmasından bu bağlantı bizə bu yük bazasının şərq-qərb istiqamətində artmasına imkan verir. Həmçinin Türkiyənin ixracı yüklərinin də BTK üzərindən Azərbaycan idxalı və Orta Asiya, Türkiyənin Orta Asiya ixracı kimi yüklər də bu BTK bağlantısı üzərindən daşınmaqdadır. Aydındır. Son olaraq bir qədər də işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə danışaq. Bəli, çox vacib məqamdır. Ümumiyyətlə işğaldan azad olunan ərazilərimizdə müvafiq infrastruktur inkişaf layihələri icra olunur. Əsas layihələrdən biri Horadiz-Ağbənd deməli layihəsinin icrası haqqında, dəmir yol xəttinin tikintisi haqqında məlumat vermək istərdim. Çünki bu bağlantı bizə gələcəkdə Zəngəzur bağlantısının, Zəngəzur dəhlizinin deməli istifadəsi imkanlarını verəcək. Belə ki, Horadiz-Ağbənd dəmir yol xəttinin tikintisindən paralel olaraq Naxçıvan Muxtar Respublikasında aparılan deməli modernləşmə işləri, eyni zamanda Naxçıvan ilə Türkiyə arasında bağlantının təmin olunması məsələləri və son olaraq deməli bizim Zəngəzur dəhlizinin istifadəyə verilməsi üçün müvafiq hazırlıq işlərinin bir tərkib hissəsidir. Bu işlərdə hamısı bizim işğaldan azad olunan torpaqlarımızda aparılır. Aydındır. Təşəkkür edirəm. Hər hansı əlavəniz varsa buyurun. Xeyr, heç bir əlavəm yoxdur. Çox sağ olun suallarınıza görə. Ümid edirəm ki, kifayət qədər məlumat verə bildim. Minnətdarım. Təşəkkür edirəm. Kifayət qədər ətraflı məlumat verdiniz. Hörmətli dinləyicilər, xatırladım ki, Asan Radio efirindən rəqəmsal dialoq verilişini dinlədiniz. Bugün Azərbaycan Dəmir Yollarının ölkə ərazisindən keçən beynəlxalq dəhlizlərin inkişafı üçün gördüyü işlər barədə danışdıq. Studiyamızın qonağı Azərbaycan Dəmir Yollar Qapalı Səhmdar Cəmiyyəti sədrinin müşaviri Emil Məmmədov idi. Aparıcı isə mən idim, Alidə Mustafayeva. Növbəti həftənin birinci günü yenidən eşitlərik. Sağ olun, salamat qalın.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Asan Radio təqdim etdi. Rəqəmsal Dialoq. Bir sual, bir cavab buraxılışını FAB Akademiyası təqdim edir. Su təsisatında nəyə görə hilfan boruları istifadə edilməlidir? FAB Akademiyası bildirir